Bir zamanlar Qafqazın Xirosiması adlandırılan Ağdamın ağ günləri başladı. Onlar artıq sakinlər öz yurtlarına, yuvalarına qayıdıb bayramları elə yeni mənzillərində qeyd edəcəklər. Gələn il isə Ağdam daha da böyüyəcək. Sakinlərinin sayı xeyli artacaq. Xocavənd, Zəngilan və Xocalıda olduğu kimi. Bugün həmin rayonlara ümumilikdə 98 ailə qayıdıb. Bugün Ağdam şəhəri üçün tarixi gün gerçəkləşdi. Ağdam şəhərinin ilk yaşayış kompleksinə 104 ailə, 426 sakin qovuşmuş oldu. 30 ildən artıq ata-baba torpaqlarından didərgin düşən Ağdam sakinlərinin həsrəti bugün sona çatdı. Geri qayıdan ailələrə yeni mənzillərinin açarları təqdim olundu. Ağdamlılar bu unudulmaz anın sevincini yaşadılar. Şükür, bugünə şükür. O qədər sevinmişəm, sevindiyimdən ağlamışam. Sevincimin həddudu yoxdur. Mən gəlib Ağdam belə abad gördüm. Xorasıma oxşayan Ağdamı da görmüşdüm. Gəldim, gördüm. Bir dənə ev yoxdur burada. Onda ağladım, getdim. İndi gəlmişəm, sevinirəm. Deyirəm, şükür. Mən bu günü gördüm. Yəni nə mənada? Yəni mən 31 yaşımda Ağdamdan çıxmışam. İndi 65 yaşında qayıdıram. Şükür bu günə. Allah heç kəsi elindən, obasından, yurdundan eləməsin. Biz o yurdu gördük, o əziyyəti gördük. Allah bir də bizə və bizdən sonra gələn nəsilə, cavanlara qismət eləməsin o pis günü. Heç nə atamın yurduydu. Mənim arzum idi ki, atamla gəlim, amma qismət olmadı. Heç nə. Yeni özüm anamla gəlmişəm. Yeni salınan yaşayış kompleksində sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün bütün zəruri infrastruktur qurulub. Tikinti işləri davam etdirilir. Gələn ildə də yeni yaşayış komplekslərinin açılışı nəzərdə tutulub. 2026-cı il ərzində bir sıra yeni yaşayış məntəqələrinin artıq açılışı nəzərdə tutulub. Əsas diqqət sözsüz ki, həm Ağdam şəhərində, həm Füzuli şəhərində, eyni ilə də daha böyük sürətlə Xocavənd rayonunda və Xocavənd şəhərində yaşayış məntəqələrinin istismara verilməsidir. Artıq onu qeyd edə bilərəm ki, məlum olduğu kimi Füzuli şəhərində ən böyük yaşayış məntəqəsi idi, ən çox əhali yaşayan indiyəcən yaşayış məntəqəsi Füzuli şəhəri idi. Amma artıq Ağdamın köçlə bərabər onu deyə bilərik ki, Ağdam şəhəri əhalinin sıxlığına görə ən böyük yaşayış məntəqəsinə çevriləcək. Bugün Ağdamdan savayı Xocavənd, Zəngilan və Xocalıya da növbəti qayıdış reallaşıb. Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 37, Zəngilanın Məmmədbəyli kəndinə 29, Xocalının Şuşa kənd kəndinə 20, Xanyurdu kəndinə isə 12 ailə qayıdıb. Onların hər birinə yeni mənzillərinin açarları təqdim edilib. Beləliklə, illər sonra Qarabağ və Şərqi Zəngəzura qayıdan sakinlər üçün yeni bir həyat mərhələsi başlayır. Bu mərhələ sonsuza qədər davam edəcək. Elnur Tofiq, Zəhra Rızayeva, Elmin İsfəndiyarov, ASTV Xəbər.